Əgər sən bu videoya baxırsansa, deməli digər xanımlardan bir addım öndəsən və mənim komandama qoşulmusan, xoş gəlmisən. Səni təbrik edirəm. İlk öncə ilk addımın üçün səni təbrik edirəm və sənə bu işində uğurlar arzu edirəm və bilirəm ki, mənimlə çalışdığın üçün tez bir zamanda burada bütün uğurlara imza atacaqsan və mənim kimi tez bir zamanda uğurlu bir xanım olacaqsan. Amma ilk öncə biraz tanış olmaq vaxtıdır. Mən Günay, 28 yaşım var, ailəliyəm, 2 övladım var, 2 oğlum var. Əslində ixtisasım mühasibdir, amma heç vaxt ixtisasım üzrə çalışmamışam. Heç bir zaman çalışmaq belə fikrim olmayıb. Məndən soruşsalar ki, niyə görə məhz bu ixtisası seçmisən? Yəni bu ixtisası seçməkdə səbəb nə olub? Deyərdim ki, pul. Ən gözəl cavab məncə budur, pul. Nə üçün? Həmin vaxtlarda belə deyim, bir növ uşaq ağlı deyim ki, uşaq ağlı olur insanda. Yəni çox o qədər dərinliyə getmirsən hər şeyi, nəyi istəyib və nə istəyəcəyini bilə bilmirsən və düşünürsən ki, sənin üçün bugünkü gündə ən gözəl ixtisas hansıdır? Təbii ki, pul gətirən ixtisas. Bayaq da dediyim kimi, bu ixtisası seçməkdə ən böyük səbəbim pul qazanmaq olub və daha çox qazanmaq istəmişəm həmişə. Deməli, nə üçün bu ixtisasa getdim? Əsasən uşaq vaxtlardan hər zaman, nə bilim, kimiləri müəllim olmağı arzulayır, kimiləri hər hansısa bir peşəyə yiyələnmək istəyir, amma mən hər zaman özümü hər hansısa bir ofisdə, stol arxasında, kompüter başında arzulamışam və görmüşəm və bilmişəm ki, nə vaxtsa da varsa, mən bu arzumu reallaşdıracağam. Sonra günün bir gündə əslində mühasibliyi bitirsəm belə, düzdür, mühasiblikdə də zaten yəni o tərzdə yəni çalışırsınız, stol arxasında oturursunuz, kompüterlə çalışırsınız, amma nədənsə özümü heç vaxt o ixtisasın ardıca getmək kimi bir lüksüm olmayıb. Yəni görməmişəm özümü o ixtisas üzrə təkmilləşdirəm. Sonralar bir gün düşündüm ki, mənə elə bir iş lazımdır ki, mən evimdən çalışıb, evimdən çıxmadan çalışıb, həm evin içində ailəmə, övladlarıma zaman ayıra-ayıra evdən pulumu qazanım. Əslində ətrafımda onlayn biznesdə çalışan xanımlar da çox idi, mənə təkliflər də çox gəlirdi, müxtəlif şirkətlərdən hətta təkliflər gəlirdi, amma hər birimizdə olduğu kimi mənim də buna məxsus tərəddüdlərim var idi. Yəni inamsızlıqmı deyim, həm özümə inamsızlıq, birdən bacarmaram, həm də qarşı tərəf və yaxud da şirkətə qarşı inamsızlıq olurdu ki, mən gedərəm burada əziyyət çəkərəm, zəhmət çəkərəm və bu şirkət mənim əziyyətimin qarşılığını təbii ki verməz. Yəni əsas növbədə mənim tərəddüdüm, qorxum bu idi. Yəni özümə güvəndən savayı ən çox o digər tərəfə, yəni şirkət tərəfə yönəlirdim ki, birdən mənim əziyyətimin qarşılığını verən bir şirkət mənim qarşıma çıxmaz. Və sonralar başladım şirkətləri araşdırmağa. Mən ilk dəfə onlayn biznesə 2021-ci ildə qoşulmuşam və başladım şirkətləri araşdırmağa. Hansı şirkətin marketinq planı mənə uyğundur? Deyəcəksiniz ki, nə üçün bunu araşdırırsınız? Adətən yəni hər hansı bir xanımlar və yaxud da bəylər, fərqi yoxdur, kimsə işə girən zaman mütləq şəkildə düşünürəm ki, birinci getdiyi işi maraqlanır ki, nə qədər saat çalışmaq lazımdır və mənim çalışdığım saata uyğun bu mənə maaş verəcəkmi? Yəni bir növ belə deyim, əziyyətimin qarşılığını mən çalışdığım yerdə görəcəm sualları oturur beyninizə. Və burada da təbii ki, mən bunu araşdırmaqda düşünürəm ki, mən çox yaxşı bir şey eləmişəm və başladım artıq bütün şirkətləri araşdırmağa. Bazarda olan, onlayn biznesə aid olan bütün şirkətləri araşdırdım və hər birinin məhsullarından tutmuş qazanc planlarına, yəni marketinq planlarına kimi araşdırmağa başladım və nəticədə özümü hal-hazırda çalışdığım şirkətdə tapdım. Deyərsiniz ki, məhz niyə bu şirkət? Bayaq da dediyim kimi, mən onlayn biznesə gələndə bazarda, marketinq bazarından söhbət gedir, çoxlu şirkətlər var idi. Sonradan belə deyim, çöküş eləyən şirkətlər də oldu təbii ki, amma belə deyim, yəni normal neçə illərdir artıq bazarda fəaliyyət göstərən şirkətlər var ki, hal-hazırda indi artıq onlar da çöküş vəziyyətindədirlər. Mən niyə görə buranı seçdim? Niyə görə indi çalışdığım şirkət? Çünki dəfələrlə mənə digər şirkətlərdən də təkliflər gəlmişdi, digər komandalardan, amma mən təbii ki, yəni bu şirkəti seçdim. İlk öncə nə üçün seçdim? İlk öncə məhsullarına görə. Çünki bizim şirkətimiz məhsullarına görə tanınır. Marketinq sistemini qoyuram bir qırağa. Çünki yeni başlayan bir xanım təbii ki, sırazı, yəni ilk başda burada öz üçün biznes qura bilməz. Biznesi qurmaq üçün müəyyən zaman lazımdır ki, o biznes qurmağın yollarını öyrənsin. İlk növbədə buna ən kiçik qazanc planından danışım ki, hansı ki bu marketinq sistemi ilə çalışıb özündən biznes qurmaqla, yəni qazanmaq yolu biraz növbəti prosesə gedir çıxır. Və mənə elə bir şirkət lazım idi ki, mən orada çalışdığım zaman nəinki marketinq sistemindən, hətta məhsullarından belə qazancım olsun. Bu nə deməkdir? Və başladım şirkətləri araşdırmağa, məhsullarını araşdırmağa, harda məhsulları istehsal eləyir, məhsulları gigiyenik məhsuldardırmı, həqiqətən də bu məhsulu alıb istifadə eləyən və nəticəsini görən varmı və yaxud da bu məhsullar, həmən şirkətin istehsal etdiyi məhsullar mənim büdcəmə uyğundurmu? Yəni ən mühüm bugünkü gündə xanımların qorxuları budur ki, mən buradan alış-veriş edə bilərəmmi? Bəli, edə bilərsiniz. Təbii ki də edə bilərsiniz. Gəldim, şirkətimizə qeydiyyat oldum və başladım artıq bu şirkətlə maraqlanmağa. Yenə də heç bir onlayn biznesdən anlayışı olmayan, marketinq sistemindən anlayışı olmayan 21 yaşında balaca bir qız, deyərdim, balaca bir xanım, balaca bir ana birdən-birə özünü bu onlayn işin içində tapdı və başladı özünə hədəf qoymağa.
Həqiqətən də hədəf mövzusunda keçəcəm. Çox uzun danışmaq istəmirəm əslində və hardan başlayacağını bilməyən bir qız. Yəni nə edəcəyini bilməyən, sadəcə gözündə ancaq qazanc tutan. Yəni qazanacağam, həyatımı dəyişəcəm və istədiyim kimi həyat yaşayacağam və istəklərimə nail olacağam. Sadəcə yəni mənim beynimdə bunlar var idi. Sonra gəldim şirkətimizə qeydiyyat oldum. Qeydiyyatımız da ödənişsizdir bu arada, bilirsiniz ki. Qeydiyyat olunduqdan sonra mənə şəxsi kabinet açdılar və mən şəxsi kabinetimə daxil oldum. Baxdım, gördüm ki, həqiqətən də məhsulların çeşidi necə boldur. Yəni bu əslində digər şirkətlərdən ən böyük avantajı budur. Məhsul çeşidinin bol olması. Zaten yəni burada istifadə etdiyim, aylıq olaraq alış-veriş etdiyim məhsulları mən bu şirkəti tanımamışdan qabaq ya Gedirkindən əldə edirdim, ya da hər hansısa bir mağazadan əldə edirdim. Və yaxud da mağazadan aldığınız zaman həmin məhsulları tutalım ki, şampunlarmı, duş gellərimi, baxım vasitələrimi, kosmetik vasitələr və yaxud da təmizlik vasitələri. Bunları aldığınız zaman marketlərdə sizə heç bir ödəniş olunmurdu. Düzdürmü? Yəni qarşılığında nə indirim tələb olunmurdu sizə, yəni nə indirim verilmirdi, nə də ki hədiyyə verilmirdi. Düzdürmü? Sizə verilən oradan nə idi? Maksimum 20-30 qəpiklik ƏDV çəki. Bu da müəyyən bir müddət, bir ay sonra hesabınıza oturur təbii ki. Amma bizim şirkətimizə ödənişsiz şəkildə qeydiyyat olduqdan sonra mən gördüm ki, mən ilk alışımda şirkət mənə artıq 8 manat endirim tətbiq etdi. Aldığım məhsulların üzərində 8 manat endirim tətbiq etdi. Və sonra mənə dedilər ki, növbəti dəfə sən şirkətin start proqramına artıq qoşulursan və növbəti dəfə sifariş vurduğun zaman şirkət sənə 30 manatlıq dəyərində bu ətri hədiyyə göndərəcək. Mən də həqiqətən yəni təəccüblə qaldım ki, bu nə yaxşı belə bir şey ola bilərdi. Yəni mən bir növ verdiyimi geri almışam kimi. Zaten yəni bunu mən onsuz da gedib marketdən alıram. Sonra baxdım, düşündüm, məhsulların qiymətinə, məhsulların keyfiyyətinə. Təbii ki, özüm istifadə etdikcə, yəni insan özü istifadə etdikcə məhsulların keyfiyyətini daha yaxşı anlayır. Məhsulların keyfiyyətinə baxandan sonra həqiqətən də necə çox düzgün bir seçim etdiyimi anladım və nə yaxşı ki, ilk belə deyim, ilk seçimim elə məhz bu şirkət oldu.